Değerli izleyiciler, may ayının astroloji prognozunu təqdim edirik. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç bürcü. Bu ay həyatınızın bir çox sahəsində hərarətliyi artacaq. Marsın əkizlər bürcündə hərəkəti sizin üçün xüsusilə kommunikasiya, səyahət, öyrənmə və sosial əlaqələr sahəsinə böyük təsir göstərəcək. Sizi ilhamdıran ideyalar çoxalacaq, lakin bu ideyaların reallaşdırılması üçün planlama vacib olacaq. Enerjiniz bol olacaq, lakin bu enerjini düzgün istiqamətə yönəltmək üçün diqqətli olmalısınız. Çünki əgər özünüzü çox yükləsəniz, mayın ikinci yarısında əsəb və yorğunluq yaranması mümkündür. Mayın ilk günlərindən etibarən iş həyatında aktivlik artacaq. Əgər rəhbərlik etdiyiniz bir layihə varsa və ya komanda işində iştirak edirsinizsə, sizdən təşəbbüskarlıq və liderlik gözlənilir. Bu dövrdə sizə təqdim olunan ideyaları dəyərləndirmək və inkişaf etdirmək üçün çoxlu fürsətlər yaranacaq. Əgər öz biznesiniz varsa, bu ay marketinq və ictimai əlaqələr sahəsində atacağınız addımlar çox faydalı olacaq. Sosial mediada aktiv olmaq, yeni əməkdaşlıqlar qurmaq və ya məhsulunuzu tanıtmaq üçün ideal zamandır. Rəhbər şəxslərlə olan münasibətlərinizi isə balanslı saxlamalısınız. 10-18 may tarixləri arasında bəzi fikir ayrılıqları yaşana bilər. Bu dövrdə emosional qərarlar vermək əvəzinə analitik düşünmək faydalı olacaq. Əgər iş axtarırsınızsa, xüsusilə 21 maydan sonra tanışlar vasitəsilə sizə maraqlı bir təklif gələ bilər. Ətrafınızda sizə yol göstərə biləcək insanlar olacaq. May ayı maliyyə baxımından nə tam bolluq, nə də çatışmamazlıq ayıdır. Aylıq büdcənizi yaxşı planlasanız, bu ay rahatlıqla idarə edə bilərsiniz. Əsas məsələ qəfil çıxan xərclər olacaq. Xüsusilə 13-19 may tarixləri arasında ailə və evlə bağlı bəzən gözlənilməyən, lakin vacib xərclər ortaya çıxa bilər. Bu xərclərin sizi yormaması üçün əvvəlcədən ehtiyatda pul saxlamanız tövsiyə olunur. Əgər investisiya ilə maraqlanırsınızsa, bu ay sizə kiçik, lakin uzun müddətli gəlir gətirəcək layihələr maraqlı görünə bilər. Kriptovalyuta və ya fond bazarı ilə məşğulsunuzsa, araşdırmadan addım atmayın. Güvəndiyiniz mənbələrlə məsləhətləşmək vacibdir. Əgər münasibətdə olan qoç bürcüsünüzsə, may ayı diyaloqların güclənəcəyi və bəzi məsələlərin aydınlaşdırılacağı bir dövrdür. Əvvəllər danışmağa cəsarət etmədiyiniz mövzular bu ay masaya yatırılacaq. Əgər partnyorunuzla aranızda məsafə və soyuqluq yaranıbsa, mayın ilk yarısı münasibətləri bərpa etmək üçün ideal zamandır. Səbirli olmalı, qarşı tərəfi dinləməyi bacarmalısınız. 22 maydan sonra isə sevgi enerjisi daha yumşaq və emosional olacaq. Gələcəyi düşünmək üçün əla vaxtdır. Subay qoçlar üçün may ayı yeni tanışlıqlar baxımından çox əlverişlidir. Xüsusilə sosial mediada və ya bir dost məclisində tanışacağınız biri həyatınıza rəng qata bilər. Amma tanış olduğunuz insanla dərhal ciddi planlar qurmaq əvəzinə onu daha yaxından tanımağa çalışın. Buğa bürcü. May ayı buğalar üçün şəxsiyyətin gücləndiyi, öz dəyərlərini daha aydın şəkildə dərk etdikləri və özlərinə olan inamı artırdıqları bir dövr olacaq. Sizin bürcünüzdə günəşin hərəkət etməsi həyatınıza şəfəq gətirəcək. Bu ay həm fiziki, həm də mənəvi olaraq yenilənmək və güclənmək üçün böyük bir fürsətdir. Ayın ilk günlərindən etibarən sizdə mən artıq bəzi şeylərə qərar verməliyəm hissi yaranacaq. Bu qərarlar həyatınızın müxtəlif sahələrinə təsir edəcək və sizi daha sabit bir həyata doğru aparacaq. Artıq sizi yoran, tükəndirən insanlardan və mövzulardan uzaqlaşmaq istəyə biləcəksiniz. Bu daxili təkamülün başlanğıcıdır. May ayı buğalar üçün karyera baxımından sabit, lakin ciddi addımlar atmaq üçün əlverişli bir dövrdür. Əgər uzun müddətdir işlədiyiniz bir sahə varsa və artıq özünüzü orada inkişaf etmədiyinizi düşünürsünüzsə, bu ay içində qərarlarınızda dəyişiklik edə bilərsiniz. 7-16 may tarixləri arasında rəhbərliklə və ya iş yoldaşlarınızla aparılan söhbətlər mühüm dönüş nöqtəsi ola bilər. Əgər iş dəyişmək niyyətiniz varsa, bu qərarı ayın ikinci yarısına saxlamaq daha yaxşı olar. Bu ay sizi detallarla məşğul edən, sabit gəlir verən uzun müddətli layihələr cəlb edəcək. Ani və riskli təkliflərə qarşı diqqətli olun. Xüsusilə
18-22 may arasında şübhəli təkliflərə meyl etməyin. Bəzi buğalar üçün bu ay öz işini qurmaq və ya sərbəst fəaliyyətə başlamaq üçün ideya doğacaq. Əgər belə bir niyyətiniz varsa, bunu real planlara çevirmək üçün ilk addımları atmaqdan çəkinməyin. Maliyyə baxımından may ayı buğalar üçün həm şanslı, həm də strateji davranılması lazım olan bir dövrdür. Xüsusilə 12 maydan sonra pul enerjiniz artacaq. Bu artım həm maaş artımı, həm də əlavə gəlir mənbələri şəklində ola bilər. Hədiyyə, bonus, gözlənilməz pul axını ehtimalı yüksəkdir. Amma unutmayın, Uran planetinin təsiri ilə qəfil gəlirlər olduğu qədər qəfil xərclər də mümkündür. Əgər uzun müddətli bir alış etməyi düşünürsünüzsə, məsələn, ev, maşın, texnika və ya yatırım bu ayın sonunda, yəni 24-30 may tarixləri arasında bu cür qərarlar daha uğurlu ola bilər. Borc almaq və ya kredit çəkmə ehtiyacınız varsa, diqqətlə şərtləri oxuyun. Çünki bəzi gizli detallar sonradan görə bilərsiniz. May ayı buğalar üçün münasibətlərdə ciddi qərarlar dövrüdür. Əgər uzun müddətdir bir münasibət içindəsinizsə, bu ay içində münasibətinizi bir addım irəli aparmaq, nişan, evlilik və ya birlikdə yaşamaq qərarı vermək gündəmə gələ bilər. Əgər münasibətdə problemlər yaşayırsınızsa, xüsusilə 14-20 may tarixləri arasında məsələləri aydınlaşdırmaq və qərar vermək üçün yaxşı bir fürsət olacaq. Subay buğalar üçün isə bu ay ani, lakin dərin təsirli tanışlıqlar baş verə bilər. Xüsusilə ayın ortalarında 13-17 may tarixləri arasında romantik bir qığılcım alovlana bilər. Amma unutmayın, bu tanışlıqlar gözlənilməz başlasa da dərin və stabil bir münasibətə çevrilə bilər. Əgər doğru addımlar atılarsa, təbii ki. Bu ay özünüzü yenidən kəşf etmək dövrüdür. Öz dəyərlərinizi, həyatınızdakı prioritetləri düşünəcəksiniz. Artıq bunu etmək istəmirəm, bunun içində özümü rahat hiss etmirəm. Dediyiniz nə varsa onlardan uzaqlaşmaq istəyə bilərsiniz. Bu ay təbiətlə əlaqə saxlamaq, sakitlik içində olmaq və dərin düşünmək sizə müsbət təsir edəcək. Əgər sənətlə məşğulsunuzsa, musiqi, rəsm, yazı və ya əl işləri bu ay çox ilham verici olacaq. Əkizlər bürcü. May ayı əkizlər üçün həm daxili sükunət, həm də xarici dəyişikliklərin və hazırlıqların artdığı bir dövrdür. Sanki fırtınadan əvvəlki sakitlikdir. Hər şey yavaş-yavaş içinizdə formalaşır və böyük dönüş nöqtəsinə doğru aparır. Bu ayın ilk 20 günündə Günəş Buğa bürcündə olacaq və sizin üçün 12-ci ev aktiv olacaq. Bu isə içə yönəlmə, təfəkkür, dərin analiz və hazırlıq dövrüdür. Həyatınızın bir çox sahəsində səhnə arxasında dəyişikliklər baş verir və siz bu dəyişikliklərin yaxın zamanda həyatınıza necə təsir edəcəyini hiss etməyə başlayırsınız. Ayın sonunda isə Günəş sizin bürcünüzə keçəcək və hər şey canlanacaq. Əkizlər üçün may ayı bir qədər yavaş başlayacaq, lakin ayın sonlarına doğru sürətlənəcək. Ayın ilk yarısında işlə bağlı qərarlarınızı diqqətlə düşünün. Hər şeyi yenidən nəzərdən keçirmək, planları daha dəqiq şəkildə qurmaq üçün ideal bir dövrdür. Xüsusilə 8-16 may arasında iş mühitində arxa planda aparılan danışıqlar, gizli görüşmələr və ya pərdə arxası planlar ön planda ola bilər. Əgər sənət, yazıçılıq, tədqiqat, psixologiya, mistika və ya gizli sahələrlə maraqlanırsınızsa, bu ay böyük bir ilham dalğası yaşaya bilərsiniz. Yeni bir layihənin təməlini qoymaq və uzun müddətdir davam edən bir işinizi son mərhələyə çatdırmaq üçün şərait yaranacaq. Ayın ikinci yarısı xüsusilə 21 maydan sonra sizə canlılıq, təşəbbüs və motivasiya gətirəcək. Əgər öz işinizi qurmaq və ya sosial media sayəsində fəaliyyətə başlamaq fikriniz varsa, bu tarixlər çox uğurlu ola bilər. Ayın son günü sizi işgüzarlıqla dolu bir enerjiyə bürüyəcək. Maliyyə baxımından bu ay ehtiyatlı olmağı tövsiyə edirik. 12-ci evin aktivliyi səbəbilə bəzi xərclər gözlənilmədən çıxa bilər. Xüsusilə sağlamlıq, ev heyvanları, nəqliyyat və ya texniki cihazlarla bağlı. Ayın ilk 15 günü qənaətli olmağa çalışın. Bununla yanaşı 18-22 may tarixləri arasında yeni bir gəlir mənbəyi haqqında məlumat ala bilərsiniz. Bu bir dostun tövsiyəsi, keçmiş tanışlıq və ya onlayn platformadan gələn bir təklif ola bilər. Bu təklifi yaxşı analiz etsəniz, uzun müddətli qazanca çevrilə bilər. Ayın sonlarında, yəni 26-30 may tarixləri arasında əlavə gəlir və ya bonus ala bilərsiniz. Bu da sizə biraz nəfəs aldıracaq. Əkizlər üçün bu ay sevgi sahəsində bir qədər mistik, lakin dərin bir enerjiyə sahib olacaq. Əgər münasibətdə olan bir əkizsinizsə,
Partnerinizlə daha sakit və anlayışlı bir dövrə girəcəksiniz. Aranızdakı bağın ruhsal tərəfini daha çox hiss edə bilərsiniz. Əgər münasibətinizdə gizli qalan bəzi suallar varsa, bu ay onların cavablarını tapmaq üçün daxili səsinizə güvənin. Subay əkizləri üçün isə may ayı qeyri-adi tanışlıqlar gətirə bilər. Bu tanışlıqlar fiziki məkanda deyil, daha çox internet, sosial media və ya qohum-tanış vasitəsilə baş verə bilər. Xüsusilə 14-20 may tarixləri arasında sizi dərindən təsirləndirəcək biri ilə tanış olmaq ehtimalınız var. Ayın sonunda isə 25 maydan etibarən sevgi enerjiniz zirvəyə çıxacaq. Romantik hisslər güclənəcək. Diqqət mərkəzində olacaqsınız və öz cazibənizlə ətrafdakıları cəlb edəcəksiniz. Bu ay ruhunuz dərinlik axtarır. Ənənəvi əkizlər enerjisindən fərqli olaraq bu ay sizi səssizlik, tək qalmaq və düşünmək daha çox cəlb edəcək. Əvvəlki qərarlarınızı yenidən nəzərdən keçirə bilərsiniz. Bu ay sizi gerçək mən kiməm sualı çox düşündürə bilər. Meditasiya, gündəlik yazmaq və ya təbiətə çıxmaq bu ay sizə çox yaxşı təsir edəcək. Əgər peşmanlıqlar və ya keçmişdə bağlanmamış mövzular varsa, onları bu ay içində həll etmək və bağışlamaq üçün çox uyğun zamandır. 12-ci evin aktivliyi sizə daxili azadlıq gətirə bilər. Xərçəng bürcü. May ayı xərçənglər üçün yeni üfüqlərə açılan bir pəncərə kimidir. Bu dövr həm sosial dairənizin genişlənməsi, həm də şəxsi arzularınızın daha aydın şəkildə önə çıxması ilə xarakterinizi olunur. Sanki uzun müddətdir arzuladığınız bir enerjiyə doğru gedirsiniz və bu enerji sizi öz daxili gücünüzlə birləşdirir. May ayı boyunca Günəş Buğa bürcündə hərəkət edəcək və bu sizin üçün 11-ci evi, yeni dostlar, sosial çevrə, gələcəklə bağlı planlar evini işıqlandırır. Bu çoxsaylı görüşlər, mesajlar, layihələr və kollektiv işlər dövrüdür. Yeni dostlar, yeni çevrə, yeni vizyon, bütün bunlar həyatınıza təravət qatacaq. İş və karyera sahəsində xərçənglər üçün bu ay çox əlverişli imkanlar gətirə bilər. Xüsusilə 16-19 may tarixləri arasında komandalarla işləmək, layihə rəhbərliyi etmək və ya sosial platformalarda fəaliyyət göstərmək üçün çox uğurlu bir zamandır. Əgər yaradıcılıq, dizayn, sosial media və ya ictimaiyyətlə əlaqələr kimi sahələrdə çalışırsınızsa, bu dövr sizə görünürlülük qazandıra bilər. Dostlar vasitəsilə gələn iş təklifləri və ya yeni tərəfdaşlıq imkanları sizi çox sevindirəcək. Ayın ortalarında xüsusilə 13-18 may arasında bir layihənin başlanğıcı mərhələsində ola bilərsiniz. Bəlkə də uzun müddətdir planladığınız bir ideyanı reallaşdırmağa yaxınlaşırsınız. Bununla yanaşı, əgər dövlət sektoru, səhiyyə və ya ictimai sahələrdə işləyirsinizsə, may ayında rəhbərlik tərəfindən dəstək ala və ya daha sabit mövqeyə keçid edə bilərsiniz. Bu ay ətrafınızdakı insanların sizə olan ehtiyacı və güvəni artacaq. Maliyyə sahəsində bu ay nisbətən sabitdir, lakin müdrik davranmaq vacib olacaq. Bəzi dostlar və ya qohumlar sizdən borc istəyə bilər. Bu hallarda qərar verməzdən əvvəl diqqətlə düşünün. Ayın ilk günlərində bəzi gözlənilməz xərclər çıxa bilər, lakin bu sizi narahat etməsin. Ayın ortalarına doğru vəziyyət dəyişəcək. Mayın 20-sindən sonra isə gəlirlə bağlı gözlənilməz xoş xəbərlər ala bilərsiniz. Mümkündür ki, daha əvvəl etdiyiniz bir işin qarşılığını indi alasınız. Əlavə olaraq onlayn satış, kurslar, konsultasiya kimi fərdi fəaliyyətlərdən gəlir əldə etmək üçün əla vaxtdır. Əgər münasibətdə olan bir xərçəngsinizsə, may ayında partnerinizlə bağlı bəzi qərarlar gündəmə gələ bilər. Birlikdə ortaq planlar qurmaq, gələcəyi düşünmək və əlaqəni dərinləşdirmək üçün çox uyğun vaxtdır. Əgər münasibətinizdə əvvəlki aylarda biraz gərginlik olmuşdursa, bu ay barışıq və anlayış dövrü olacaq. Subay xərçənglər üçün isə bu ay olduqca maraqlı tanışlıqlar gətirə bilər. Sosial dairənizdə biri sizə qarşı gizli hisslər bəsləyir və ayın ortalarında bu hissləri sizinlə paylaşa bilər. Xüsusilə 16-23 may tarixləri arasında romantik qarşılaşmalara hazır olun. Bu tanışlıq zamanla ciddi münasibətə çevrilə bilər. Əgər artıq tanış olduğunuz biri ilə aranızda qeyri-rəsmi bir münasibət varsa, bu ay bu münasibət daha da ciddiləşə bilər. Duyğular açıq şəkildə ifadə olunacaq və tərəf seçmək vaxtı gələcək. Bu ay xərçənglər üçün daxili motivasiya və ümidsizlik arasında dəyişən bir psixoloji səyahət ola bilər. Ayın ilk 10 günü bir qədər enerjisiz hiss edə bilərsiniz. Bu, kosmik təsirlərin sizi dərin düşüncələrə salması ilə bağlıdır.
Lakin bu dövr introspeksiya üçün çox dəyərlidir. Özünüzü anlamaq, duyğularınızı yazmaq, keçmişlə bağlı bəzi mövzuları bağlamaq üçün idealdır. Ayın ortasından etibarən isə enerjiniz yüksələcək və özünüzü daha emosional və ünsiyyətcil hiss edəcəksiniz. Xüsusilə 22-28 may arasında daxilinizdə qəribə bir yüngüllük və pozitivlik hiss edə bilərsiniz. Bu isə ətrafınıza da təsir edəcək. Şir bürcü. May ayı Şir bürcü üçün karyerada yüksəliş, tanınmaq, liderlik bacarığını nümayiş etdirmək və həyatın bütün sahələrində səhnəyə çıxmaq dövrüdür. Bu ay siz sanki öz səhnənizə çıxırsınız. Diqqətlər sizdə olacaq. Əgər planlarınız və məqsədləriniz varsa, indi onları həyata keçirmək üçün güclü bir zaman zolağı başlayır. Ayın çox hissəsində Günəş Boğa bürcündə olacaq. Bu da Şir bürcünün 10-cu evi olan karyera və ictimai status evini işıqlandırır. Başqa sözlə, bu ay sizi iş həyatında görənlər daha çox olacaq. Uğurlarınız danışılacaq, nüfuzunuz artacaq. Bəziləri üçün bu dövr bir yüksəliş, bəziləri üçün isə yeni bir başlanğıc olacaq. Karyeranızla bağlı olaraq may ayında sizi çox ciddi dönüş nöqtələri gözləyir. Əgər rəhbər mövqedəsinizsə və ya öz işiniz varsa, bu ay sizə həm müştəri sayında artım, həm də daha böyük layihələrə giriş imkanı gətirə bilər. Sizin liderlik və strateji düşünmə bacarıqlarınız ön plana çıxacaq. 5-20 may aralığında baş verəcək hadisələr sizə mövcud işdə möhkəmlənmək və ya daha yüksək bir vəzifəyə keçmə imkanı verəcək. Xüsusilə 12-17 may tarixlərində rəhbərlikdən bir təklif və ya tərif alma ehtimalınız çox yüksəkdir. Əgər iş axtarırsınızsa, bu tarixlər ərzində CV göndərmə və müsahibəyə getmək üçün ən uğurlu zamandır. Əgər sənət, yaradıcılıq, aktyorluq, yazıçılıq və ya media sahəsində çalışırsınızsa, bu ay sizi parladacaq. Xüsusilə sosial media platformasında uğur əldə edə videolarınızın baxış sayını artıra bilərsiniz. Maliyyə baxımından isə ayın ilk yarısında xərclər bir qədər çox ola bilər. Bəziləri iş və imiclə bağlı, bəziləri isə səyahət və texniki avadanlıqlarla yönəlik ola bilər. Lakin bu xərclər özünü sonradan doğruldacaq. Yəni, özünüzə, layihənizə və ya peşəkar inkişafınıza yaratdığınız pul sizə uzun müddətli qazanc gətirəcək. 20 maydan sonra gəlirlərlə bağlı sevindirici xəbərlər ala bilərsiniz. Bəziləriniz üçün bu əlavə bir müqavilə, mükafat və ya bonus ola bilər. Ayın sonunda isə böyük bir alış-veriş planı və ya sərmayə qərarı verə bilərsiniz. Bu da gələcəkdə sizə sabitlik qazandıracaq. May ayında Şir bürcü sevgi həyatında da parlayacaq. Əgər münasibətdə olan bir şirsinizsə, partnyorunuzla birlikdə gələcək planları müzakirə etmək və münasibəti daha da gücləndirmək üçün əla fürsətlər yaranacaq. Romantik səyahətlər, birlikdə görülən işlər və qarşılıqlı dəstək bu ay sevgi münasibətlərinə dərinlik qatacaq. Subay şirlər üçün isə may ayı olduqca cəlb edici tanışlıqlar gətirə bilər. Xüsusilə 14-23 may tarixləri arasında yeni biri ilə qarşılaşa və ya uzun müddətdir bəyəndiyiniz bir insana yaxınlaşa bilərsiniz. Ayın sonunda isə bu tanışlıq ciddi münasibətə çevrilə bilər. Əgər artıq kiminsə diqqətini çəkmisinizsə, bu ay sizə tərəf addım atacaq və hisslərini dilə gətirəcək. Şirlər üçün romantik hisslər bu ay həm ehtiraslı, həm də dərin olacaq. Bu ay şirlər özlərinə olan inamlarını daha da artıracaq. Xüsusilə uzun müddətdir üzərində düşündüyünüz layihələr və ya qərarlar üçün artıq şübhə etmədən addım atacaqsınız. May ayında şəxsiyyətinizin güclü tərəfləri, liderlik, cəsarət və səhnəyə çıxmaq arzusu sizi uğura aparacaq. Hərçənd ayın ilk 10 günündə keçmişlə bağlı bəzi xatirələr və ya köhnə emosional bağlar sizi içdən çəkə bilər. Amma ayın ortalarından etibarən enerjiniz yüksələcək və öz daxili gücünüzü tam hiss edəcəksiniz. Bu dövr sizə həm ruhani olaraq, həm də zehni cəhətdən tənzimləmək imkanı verəcək. Qız bürcü. May ayı Qız bürcü üçün aydınlıq, genişlənmə və ruhsal inkişaf ayıdır. Bu ay sizi həm daxili, həm də xaricdə böyüməyə çağırır. Həyatdakı baxış bucağınızı dəyişə biləcək hadisələr baş verəcək və siz bir növ özünüzü yenidən kəşf edəcəksiniz. Xarici dillər, təhsil, səyahət və ya həyat fəlsəfəsi ilə bağlı temalar gündəminizdə olacaq. Günəş mayın böyük hissəsində Buğa bürcündə olacaq və bu da Qız bürcünü 9-cu evi olan təhsil, uzaq yollar, fəlsəfə və inkişaf sahəsini işıqlandırır.
Bu dövrdə siz öz biliklərinizi artırmaq, yeni sahələrə maraq göstərmək və həyatda daha böyük mənalar axtarmaq istəyəcəksiniz. Əgər təhsil alırsınızsa və ya elmi fəaliyyətlə məşğulsunuzsa, bu ay məhsuldar olacaq. Bu ay elə bil ki, zehni enerjiniz yüksəlir, informasiya qavrama qabiliyyətiniz artır. Yüksək səviyyəli imtahanlara hazırlaşan qızlar üçün bu ay əlverişli zamandır. Ayrıca fərdi inkişaf mövzularına marağınız artacaq. Meditasiya, fəlsəfi kitablar, dini mövzular, həyatda dərin mənalar axtarmaq, bunların hamısı mayda sizi cəlb edə bilər. May ayında qız bürcü üçün səyahətlər çox uğurlu ola bilər. Əgər xaricə çıxma planlarınız varsa, bu planlar gözlədiyinizdən daha sürətlə reallaşa bilər. Bəziləri üçün bu səyahətlər işlə, digərləri üçün isə təhsil və ya ailəvi səbəblərlə əlaqəli ola bilər. Əgər pasport, viza və ya xarici bir qurumla bağlı rəsmi sənəd işləriniz varsa, bu məsələlərdə müsbət inkişaflar ola bilər. Bu dövr xaricdə oxumaq, beynəlxalq layihələrə qatılmaq, onlayn kurslara başlamaq üçün mükəmməl zaman kəsiyidir. Uzaqdan təhsil seminarlara qatılmaq və yeni bir dildə irəliləyiş əldə etmək mümkündür. Əgər siz YouTube və ya digər platformalarda xarici auditoriyaya xitab etmək istəyirsinizsə, may ayı sizi bu yolda dəstəkləyəcək. Nə qədər çox fərqli insanla əlaqəyə girsəniz, bir o qədər çox genişlənə bilərsiniz. İş həyatında bir qədər sakit, lakin məhsuldar bir dövr yaşayacaqsınız. Hər şey böyük səs-küylə deyil, səssiz və dərin şəkildə irəliləyəcək. Bu ay siz plan quracaq, araşdıracaq və gələcək üçün möhkəm bir zəmin yaradacaqsınız. Bu əsaslı qərarlar vermək və gələcəkdəki böyük dəyişikliklərə hazırlaşmaq dövrüdür. Əgər müəllim, yazıçı, hüquqşünas, jurnalist, tərcüməçi və ya elmi araşdırma sahəsində çalışırsınızsa, bu ay sizin ayınızdır. Bilgi toplamaq, paylaşmaq və başqalarına yol göstərmək üçün ideal enerjilər var. Ayın 20-sindən sonra isə Günəş Əkizlər bürcünə keçəcək və Qız bürcünün karyer evi aktivləşəcək. Bu isə sizi daha çox ön plana çıxaracaq. Rəhbərliklə ünsiyyət artacaq və bəzi qızlar üçün vəzifə dəyişikliyi və ya ictimai nüfuzun yüksəlməsi baş verə bilər. Əgər uzun müddətdir yeni bir layihə planlayırsınızsa, ayın sonu onun startı üçün mükəmməl zamandır. Maliyyə baxımından bu ay balanslı davranmaq önəmlidir. Ayın ortalarında xüsusilə 10-18 may aralığında gözlənilməz bir xərclə qarşılaşa bilərsiniz. Bu bir səyahət, texnoloji alış-veriş və ya təhsil xərci ola bilər. Lakin bu xərclər sizi çətin vəziyyətə salmayacaq. Çünki ayın sonunda doğru maddi baxımdan daha sabit bir enerjiyə girirsiniz. Hətta bəzi qız bürcləri əlavə bir gəlir mənbəyi tapacaq. Bu, onlayn fəaliyyət, kurs keçmə və ya blog, video paylaşımı kimi vasitələr ola bilər. May ayında qız bürcünün sevgi həyatı təmkinli, lakin dərin emosional bağlarla müşahidə olunacaq. Əgər münasibətdə olan bir qızsınızsa, partnyorunuzla daha dərin söhbətlər, səmimi anlar yaşamaq üçün mükəmməl fürsətlər yaranacaq. Birlikdə səfərə çıxmaq, yeni planlar qurmaq münasibəti gücləndirəcək. Subay qızlar üçün bu ay yeni tanışlıqlar mümkündür. Xüsusilə ayın ikinci yarısında qarşılaşacağınız biri sizi həm intellektual, həm də ruhən təsirləndirə bilər. Bu insan xaricdən ola bilər və ya xarici dillərlə və ya fərqli mədəniyyətlə əlaqəli ola bilər. Əgər keçmişdə yaşadığınız bir münasibət sizi hələ də içdən sıxırsa, bu ay onun təsirlərindən qurtulmaq və yeni bir səhifə açmaq üçün ideal zamandır. May ayı qız bürcü üçün daxili aydınlanma dövrüdür. Bu ay dərin düşüncələrə dalmaq, həyat fəlsəfəsinizi yenidən formalaşdırmaq və özünüzlə bağlı yeni anlayışlar qazanmaq üçün uyğun zamandır. Əgər uzun zamandır həyatınızda hansısa sahədə çıxılmazlıq hiss edirsinizsə, bu ay isə yeni yollar, alternativlər təqdim olunacaq. İntuisiyanız bu ay olduqca güclü olacaq. Röyalar, təsadüfi qarşılaşmalar və daxili səslər sizə istiqamət verəcək. Bu ay meditasiya, kitab oxumaq, təbiətdə zaman keçirmək və ruhunuzu qidalandıracaq fəaliyyətlər sizi daxili hormonu ilə dolduracaq. Tərəzi bürcü. May ayı tərəzi bürcü üçün dəyişikliklərin özünü dərk və yenilənmənin ayıdır. Bu ay sizin həyatınıza yeni perspektivlər gətirəcək və yeni başlanğıcların qarşısını alacaq. Daxili və xarici əlaqələrdə harmoniya tapmaq üçün səy göstərəcəksiniz. May ayında tərəzi bürcü üçün iş həyatında böyük irəliləyişlər mümkündür. Bu dövr sizin istedadlarınızı nümayiş etdirmək, yeni layihələrə başlamaq və
rəhbərliklə ünsiyyət qurmaq üçün çox əlverişlidir. Əgər karyeranızla bağlı hədəfləriniz varsa, bu ay onların bəzilərini həyata keçirmək şansı yarana bilər. Ayın 5-dən sonra Marsın sizin 10-cu karyera evinizi işıqlandırması ilə liderlik bacarıqlarınızı ortaya qoymağı təklif edir. Həmçinin peşəkar əlaqələrinizdə güclü bir inkişaf dövrü yaşayacaqsınız. İşinizlə əlaqəli səyahətlər gözlənilir və bəzi tərəzilər yeni bir iş təklif alacaqlar. Bu dövrün sonunda karyerada daha yüksək mövqeyə qalxmaq mümkündür. Xüsusilə ayın 20-sindən sonra iş yerində mühüm müzakirələr baş verə bilər və bunun sizin xeyrinizə olacağı gözlənilir. May ayında maliyyə sahəsində diqqətli olmalısınız. Əgər borc və ya ödəmə məsələləriniz varsa, bu məsələlərə diqqət ayırın. Ayın əvvəlində maliyyə mövzusunda həll edilməli olan vacib məsələlər ortaya çıxa bilər. Bu ay öz xərclərinizi nəzarətdə saxlamağınız lazım olacaq. Lakin ayın ortalarından sonra maliyyə durumunuz yaxşılaşacaq. Əgər mükafat və ya bonus gözləyirsinizsə, mayın ikinci yarısı yaxşı bir dövr ola bilər. Müəyyən maliyyə artırımlarının fayda verməsi də mümkündür. Həmçinin əlavə gəlir mənbələri axtarmağınız faydalı olacaq. Sevgi həyatı may ayında tərəzi bürcü üçün yeniliklər gətirəcək. Əgər münasibətdə olan bir tərəzisinizsə, bu dövr həm mübahisələrin, həm də romantik anların qarışığı olacaq. Bu dövr münasibətinizdəki problemləri həll etmək və gələcəkdə daha sağlam bir bağ qurmaq üçün ideal zamandır. Ayrıca öz emosional ehtiyaclarınıza da diqqət yetirməlisiniz. Həftə sonları sevgi və münasibətlər mövzusunda əhəmiyyətli söhbətlərə başlamaq üçün yaxşı zamandır. Subay tərəziləri üçün isə may ayında romantik münasibətlərə başlamaq şansı yüksəkdir. Özünüzü daha cazibədar hiss edəcəyiniz bir dövr olacaq. Amma xarici təsirlərə qarşı diqqətli olun. Bu dövrün sonunda gözlənilməz bir sevgi görüşü baş verə bilər. May ayı həm xarici səyahətlər, həm də yeni əlaqələr qurmaq üçün çox əlverişlidir. Əgər xarici bir təklif gözləyirsinizsə, bu ay həmin təklifin gəlməsi mümkündür. Həmçinin səyahət etməyi düşünən tərəzilər üçün may çox əlverişli olacaq. Təhsil məqsədi ilə səfərlər və yeni mühitlərdə olmaq bu dövrün mövzularındandır. Tərəzi bürcü həmçinin bu ay yeni mədəniyyətlərlə tanış olmaq, fərqli dilləri öyrənmək və yeni insanlarla ünsiyyət qurmaq istəyəcək. İntellektual maraqlarınızı paylaşa biləcəyiniz bir cəmiyyətə daxil olmağınız mümkündür. Daxili dünyanızda may ayında yeniliklər olacaq. Əgər özünüzü bir müddət daha qarışıq hiss etmişsinizsə, bu ay özünüzü daha çox anlayacaq və daxili sükunət tapacaqsınız. Ayın 10-undan sonra Marsın sizin 4-cü evinizə təsiri ilə evinizdə, ailəvi münasibətlərdə və şəxsi həyatınızda yenilənmə baş verə bilər. Bu dövr evdə dəyişikliklər etmək, özünüzə daha çox zaman ayırmaq üçün yaxşı vaxtdır. Əgər uzun zamandır özünüzə vaxt ayırmırsınızsa, bu ay sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq faydalı olacaq. Kitab oxumaq, meditasiya və təbiətdə gəzintilər sizi ruhsal olaraq yeniləyəcək. Bu dövr keçmişdə yaşadığınız psixoloji və emosional təcrübələri həll etmək üçün uyğun zamandır. Əqrəb bürcü. May ayı Əqrəb bürcü üçün həm inkişaf, həm də yeniliklər gətirəcək bir dövr olacaq. Bu ay özünüzü kəşf etməyi, dərin dəyişikliklərə getməyi və həyatın yeni sahələrinə daxil olmağı təklif edir. May ayında Əqrəb bürcünün iş həyatında gözlənilməz sürprizlər və dəyişikliklər baş verə bilər. Əgər uzun müddət bəzi işlər gözləyirsinizsə, bu ay o işlərin reallaşması və ya yeni iş təklifləri almağınız mümkündür. Xüsusilə 15-12 may arasında karyerada irəliləyişlər ola bilər. Bu dövr rəhbərliklə əlaqələrinizin gücləndiyi, yeni təkliflər və ya layihələrin ortaya çıxdığı bir vaxt olacaq. Bu ay sizin enerjiniz yüksək olacaq və yeni layihələrə başlamaq üçün uyğun bir dövr yaranacaq. Dəyişikliklərdən qorxmayın və yeni ideyalarla çıxış edin. Əgər çalışdığınız sahə ilə bağlı yeniliklər tətbiq etmək istəyirsinizsə, bu dövr çox əlverişli olacaq. Ayın ikinci yarısında xüsusən 18-23 may arasında şəxsi əlaqələriniz və iş yerindəki dinamika önə çıxacaq. Bu müddət ərzində özünə güvəniniz artacaq. Həmkarlarınızla əlaqələrinizdə sabitlik yaranacaq və uğurlu bir iş mühiti qurulacaq. Maliyyə baxımından may ayı sizi çox güclü şəkildə dəstəkləyəcək. Ayın ilk həftəsində maliyyə məsələlərində bəzi müsbət inkişaflar olacaq, xüsusən də ödəmələr və borclarla bağlı. Əgər əvvəlki dövrlərdə bir mükafat və ya tərif gözləyirsinizsə, bu ay həmin mükafatı almanız mümkündür. Ayın ikinci yarısında isə
daha diqqətli olmalısınız. Maliyyə məsələlərində ehtiyatlılıq, qənaətcil yanaşma tərziniz daha faydalı olacaq. Xərclərinizin artacağı dövrlər ola bilər. Buna görə də gəlirlərinizi düzgün bölüşdürməyə çalışın. Bununla yanaşı gəlir əldə etmək üçün yeni layihələr üzərində düşünmək, əlavə iş imkanlarını nəzərdən keçirmək və sərmayə qoyuluşlarını araşdırmaq daha faydalı olacaq. May ayında Əqrəb bürcünün sevgi həyatı əvvəlki dövrlərə nisbətən daha dinamik və həyəcanlı olacaq. Əgər münasibətdə olan bir Əqrəb bürcüsünüzsə, bu ay partnyorunuzla daha çox zaman keçirmək, yeni təcrübələr paylaşmaq və yaxınlıq yaratmaq üçün mükəmməl bir zamandır. Ayın 7-sindən sonra planetlər əlaqələr sahəsində müsbət təsir göstərir. Həmçinin tətil və ya səyahət planları qurmaq münasibətinizi möhkəmləndirə bilər. Ailənin və ya yaxın dostların mövcud olduğu vəziyyətlərdə daha çox səmimi anlar yaşamağınız mümkündür. Subay əqrəblər üçün isə bu ay romantik münasibətlərdə sürprizlər gözlənilir. Həftə sonlarında qarşılaşacağınız bir insan sizi güclü şəkildə cəlb edə bilər və münasibətinizin başlanğıcı çox xüsusi ola bilər. Bu insan həm də sizin intellektual cəhətdən çox marağınızı cəlb edəcək. Maya həmçinin Əqrəb bürcü üçün çox maraqlı və səyahətləri özündə ehtiva edən bir dövr olacaq. Ayın əvvəlində xüsusilə 1-12 may arasında təhsil və ya işlə bağlı xarici səfərlər reallaşa bilər. Yeni mədəniyyətlərlə tanış olmaq, fərqli dilləri öyrənmək və ya beynəlxalq təcrübə toplamaq üçün ideal bir vaxtdır. Səyahət etməyi düşünən əqrəblər üçün bu dövr çox əlverişlidir. Səyahət məqsədiniz iş və ya şəxsi inkişafla bağlı ola bilər. Ayın ortasında yeni əlaqələr qurma şansı olacaq. Bu həm də sizin beynəlxalq əlaqələrinizi genişləndirməyə kömək edəcək. Daxili dünyanızda bu ay böyük bir dəyişikliyi hiss edəcəksiniz. Əqrəb bürcü çox vaxt başqalarına qarşı sirli və qorxulu bir təəssürat yaradır, amma may ayında özünüzü daha açıq və dürüst hiss edəcəksiniz. Özünüzlə daha çox vaxt keçirmək, özünüzü daha dərindən anlamaq və daxili sülh tapmaq üçün yaxşı bir dövrdür. Bu ay həmçinin özünüzü yeni hobbilərlə məşğul olmaq və ya fərqli bir sahədə inkişaf etmək istəyəcəksiniz. Yeni bir dil öyrənmək, bir sənət sahəsində irəliləmək və ya həyat fəlsəfənizi dəyişdirmək istəyi yaranacaq. May ayı həm də psixoloji tənzimləmə və mənəvi inkişaf üçün böyük bir fürsət olacaq. Keçmişdəki travmalarla üzləşmək, onların öhdəsindən gəlmək üçün idealdır. Oxatan bürcü. May ayı Oxatan bürcü üçün böyük bir şans və təkrarlanan məsələlərdən qurtulmaq dövrüdür. Bu ay sizin həyatınıza dəyişikliklər gətirəcək və yeni başlanğıcların qarşısını alacaq. Daxili gücünüz və pozitiv enerjiniz yüksək olacaq. May ayında Oxatan bürcünün iş həyatında böyük irəliləyişlər mümkündür. Əgər karyeranızda bir yüksəlik və ya yenilik gözləyirsinizsə, bu ay sizin üçün mükəmməl bir dövr olacaq. Ayın əvvəlində xüsusən 1-12 may arasında iş yerindəki problemlər həll olunmağa başlayacaq. Uzun müddətdir gözlədiyiniz mükafatı almaq və ya yüksək mövqeyə qalxmaq şansı yaranacaq. Oxatan bürcü həmçinin bu ay yeni layihələrə başlamaq və ya mövcud işində irəliləyişlər əldə etmək üçün əlverişli bir dövrdədir. Ayın 5-15 may arasında iş həyatında daha çox tanınmaq və rəhbərliklə əlaqələrinizi gücləndirmək imkanınız olacaq. Daxili instinktləriniz xüsusilə 20-25 may arasında iş yerindəki müsbət dəyişiklikləri hiss etməyə imkan verəcək. Bu dövrün sonunda işdə daha çox müstəqillik əldə edə bilərsiniz. Maliyyə baxımından may ayı Oxatan bürcü üçün dəyişkən bir dövr olacaq. Ayın əvvəlində bəzi maliyyə məsələlərində müsbət inkişaflar gözlənilir. Əgər bir müddət borclarla bağlı çətinlik çəkirsinizsə, bu ay onlarla bağlı irəliləyişlər əldə edə bilərsiniz. Ayın 1-10 may arasında maliyyə mövzusunda bəzi qərarlar vermək və yeni maliyyə planları qurmaq üçün uyğun bir zaman olacaq. Ayın 11-20 may arasında diqqətli olmalısınız. Xərclərinizin artması və ya gözlənilməz maliyyə məsələləri ortaya çıxa bilər. Bu dövrdə lazımsız xərclərdən qaçmaq və maliyyə resurslarınıza daha yaxşı nəzarət etmək faydalı olacaq. Ayın sonunda isə daha stabil bir maliyyə vəziyyəti ilə qarşılaşacaqsınız. Əgər əlavə gəlir mənbələri axtarırsınızsa, bu dövrdə axtardığınızı tapa bilərsiniz. Özünüzü daha güclü hiss edəcək və gələcəkdə maliyyə planlarınızı qurmağınız üçün yaxşı bir zaman olacaq. May ayında Oxatan bürcünün sevgi həyatı gözlənilən qədər dinamik olacaq. Əgər münasibətdə olan bir Oxatan bürcüsünüzsə, may ayı münasibətlərinizdəki kommunikasiya və əlaqələri yaxşılaşdırmaq üçün əhəmiyyətli bir dövr olacaq.
Ayın 5-dən sonra xüsusilə 10-15 may arasında sevgi həyatınızdakı bəzi problemləri həll etmək üçün münasibətlərinizdə dərindən danışmalar olacaq. Bu dövr həm də romantik anlar yaşamaq və münasibətinizə yeni enerji gətirmək üçün əhəmiyyətli olacaq. Əgər əvvəllər əlaqələrdə anlaşılmazlıqlar və ya soyuqluq hiss etmişsinizsə, bu dövr sevgi münasibətlərini yenidən qurmaq üçün mükəmməl bir zamandır. Subay oxatan bürcüsünüzsə, may ayında romantik münasibətlərdə yeni imkanlar ortaya çıxa bilər. Bu dövrdə qarşılaşacağınız bir insan sizinlə dərin əlaqə qurmağa başlayacaq. Gözlənilməz görüşlər və tanışlıqlar sizi maraqlandıracaq. 15-20 may arasında sevgi münasibətlərində sürprizlər ola bilər. May ayında oxatan bürcünün səyahət və xarici əlaqələr sahəsində uğurlu bir dövr olacaq. Əgər xaricə səfər etməyi düşünürsünüzsə, may ayı bu bürc planlar üçün əlverişli olacaq. Xüsusilə ayın 1-12 may arasında səyahət etməyi planlaşdırırsınızsa, müsbət nəticələr əldə edəcəksiniz. Bu dövr həm də sizin beynəlxalq əlaqələr qurmağınız üçün əlverişlidir. Əgər xarici əlaqələrinizlə bağlı planlarınız varsa, onların reallaşması mümkün olacaq. Həmçinin təhsil və ya işlə bağlı xarici təcrübə toplamaq istəyirsinizsə, bu dövr uyğun zaman olacaq. Daxili dünyanızda bu ay dəyişikliklər olacaq. Oxatan bürcü hər zaman sərbəstlik və geniş baxış açısı ilə tanınır. Amma bu ay daha çox özünüzü dərin düşüncələrə və mənəvi tənzimləməyə yönəldəcəksiniz. Ayın 7-15 may arasında daxili dünyanızda daha çox dəyişiklik və özünü dərk yaşanacaq. Bu dövr əvvəllər düşünmədiyiniz məsələlər barədə düşünməyə səbəb olacaq. Eyni zamanda həyatınızda yeni bir məqsəd və ya istiqamət vermək istəyəcəksiniz. Özünüzə və həyatınızdakı əhəmiyyətli məsələlərə daha çox diqqət ayırmaq istəyəcəksiniz. Əgər əvvəllər özünüzü qərarsız hiss etmisinizsə, may ayına doğru istiqamət tapmağınız mümkündür. Oğlaq bürcü. May ayı Oğlaq bürcünün həyatında həm yeniliklər, həm də müəyyən çətinliklərin olduğu bir dövr olacaq. Bu ay sizin həyatınızda şəxsi inkişaf və karyera sahələrində irəliləyişlər baş verə bilər. Amma əvvəlki dövrlərdən gələn öhdəliklər də hələ də diqqət tələb edir. May ayında Oğlaq bürcünün karyerasında əhəmiyyətli dəyişikliklər və yeniliklər baş verəcək. Ayın ilk həftəsində, xüsusən 1-10 may arasında işdəki dinamiklər dəyişə bilər. Bu dövr sizin karyeranızda yeni məqsədlər qoymağınıza və daha güclü bir iş planı hazırlamağınıza imkan verəcək. Əgər uzun müddət özünüzü bu sahədə həmişə bərabər tutmuş və heç bir irəliləyiş görməmisinizsə, may ayı sizin üçün yeni perspektivlər gətirə bilər. Ayın ortasında xüsusən 10-15 may arasında işdə gözlənilməz inkişaflar baş verə bilər. Bu dövrdə rəhbərliklə əlaqələrinizdə yeniliklər olacaq və təklif edilən yeni layihələr üzərində işləmək şansı əldə edəcəksiniz. Yeniliklər və layihələr ilə bağlı əvvəlki müddət ərzində daha çox düşünməli olduğunuz məsələlər də müsbət həll oluna bilər. Ayın 18-25 may arasında həmkarlarınız və iş yoldaşlarınızla əlaqələrinizin gücləndiyi karyera ilə bağlı gözlənilən uğurların artdığı bir dövr kimi qələmə verilir. Həmçinin bu dövrdə şəxsi işiniz və ya biznesinizin daha mükəmməl işləməsi üçün möhkəm bir təməl qura bilərsiniz. Maliyyə baxımından may ayı Oğlaq bürcünə müəyyən stresslər gətirə bilər. Ayın əvvəllərində xüsusən 1-10 may arasında xərclərinizi nəzarət altına almağa çalışın. İstədiyiniz kimi inkişaf etməyən maliyyə məsələləri ola bilər. Bu dövrdə bəlkə də gözlədiyiniz gəliri əldə etməyəcəksiniz, amma ümumilikdə daha sabit maliyyə vəziyyəti üçün əsaslar qoyulacaq. May ayının 11-20 arası dövründə maliyyə məsələlərində daha çox diqqətli olmalısınız. Xərclərinizin artması və ya gəlirlərinizin gözlədiyiniz kimi olmaması mümkündür. Əgər sərmayə qoyuluşu və ya yeni maliyyə qərarları qəbul etmək istəyirsinizsə, diqqətli olun və lazımsız risklərdən çəkinin. Bu dövr ərzində gəlir və xərclər arasındakı balansı qorumaq gələcəkdə problemlərdən qaçmağınıza kömək edəcək. Ayın 25-dən sonra isə daha stabil bir maliyyə dövrü başlayacaq. Gəlirləriniz artacaq və əvvəlki maliyyə problemlərindən bir qədər uzaqlaşacaqsınız. Xüsusən 25-30 may arasında müsbət maliyyə inkişafları gözlənilir. Sevgi həyatında may ayı xüsusilə əlaqələrin möhkəmləndiyi və hər iki tərəfin bir-birinə daha yaxınlaşdığı bir dövr olacaq. Ayın 1-10 may arasında münasibətlərinizdə bəzi qırılmalar və ya həll olunmamış məsələlərə diqqət yetirməli olacaqsınız. Əgər münasibətdə olduğunuz insanla aranızda anlaşılmamazlıqlar varsa, bu dövr onların aradan qaldırılması üçün mükəmməl bir vaxtdır.
Ayın 10-18 may arasında münasibətlərinizi daha yaxşı şəkildə qurmağa başlamağınız mümkündür. Birlikdə yeni fəaliyyətlərə başlamaq və ya gələcək planları danışmaq münasibətlərinizə müsbət təsir göstərəcək. Əgər həqiqətən bir-birinizə güvənirsinizsə, bu dövr münasibətlərinizdə böyük bir irəliləyişə səbəb ola bilər. Subay oğlaq bürcüsünüzsə, bu ay romantik görüşlər və tanışlıqlar çox əlverişli olacaq. Ayın 7-15 may arasında tanış olduğunuz bir insanla gələcəkdə daha ciddi əlaqələr qurmaq şansınız olacaq. Bu dövr sevgi həyatınızda yeni başlanğıclar üçün çox səmərəli olacaq. May ayında səyahət məsələlərindən bəzən çətinliklər və gözlənilməz vəziyyətlər yaranacaq. Ayın 1-10 may arası dövr bəzi xarici səfərlərinizi və ya planladığınız səyahətləri gözlənilməz səbəblərdən təxirə salmağınıza səbəb ola bilər. Bununla yanaşı bu dövr xarici əlaqələrinizin güclənməsi və yeni əlaqələr qurma məsələlərində faydalı ola bilər. Ayın 10-18 may arasında xarici əlaqələr qurma və beynəlxalq sahələrdə işgüzar münasibətlər yaratmaq üçün yaxşı zaman olacaq. Təhsil, iş və ya şəxsi inkişaf sahəsində xaricə getmək istəyirsinizsə, bu dövrü reallaşdırmaq üçün əlverişli olacaq. Daxili həyatınızda may ayında dəyişikliklər baş verəcək. 1-12 may arasında özünüzlə bağlı bəzi çətinliklər hiss edə bilərsiniz. Bu dövr özünüzə və həyatınızda məsələlərə daha dərindən yanaşmaq üçün yaxşı zaman olacaq. Daxili narahatlıq və stresslərə diqqət yetirməli olacaqsınız. Ayın 13-20 may arasında isə özünüzə olan inamınız artacaq, ruh halınız daha pozitiv olacaq və daha çox daxili sülh və balans tapmağa çalışacaqsınız. Bu dövr həm də şəxsi inkişaf və mənəvi inkişaf üçün mükəmməl bir dövr olacaq. Dolça bürcü. May ayında Dolça bürcü üçün həyatın müxtəlif sahələrində böyük dəyişikliklər və yeni başlanğıclar olacaq. Bu ay sizin üçün şəxsi inkişaf, sosial münasibətlər və iş həyatında müxtəlif irəliləyişlər gətirəcək. May ayında Dolça bürcünün karyerasında irəliləyişlər və yeni perspektivlər meydana gələcək. Ayın əvvəlində xüsusən 1-10 may arasında karyera məsələlərində gözlənilməz inkişaflar ola bilər. Yeni layihələrə qoşulmaq və ya rəhbərlikdən yeni təkliflər almaq ehtimalı yüksəkdir. Bu dövr özünüzü peşəkar səviyyədə daha inkişaf etmiş hiss edəcək və karyeranızda yeni fürsətlər ilə qarşılaşacaqsınız. Ayın ortasında xüsusən 10-15 may arasında işdə bir qədər çətinlik yaşana bilər. Bəzi məsələlərdə səhvlər və ya anlaşılmamazlıqlar ola bilər. Bu dövrdə təmkinli və diqqətli olmalı, həmkarlarınızla düzgün ünsiyyət qurmağa çalışmalısınız. Bəzi dəyişikliklər qarşısında daha çevik və açıq fikirli olmaq lazımdır. Ayın 18-25 may arasında karyeranızda yeni bir mərhələyə keçid edə bilərsiniz. Yeni iş təklifləri və ya mövcud işinizdə böyük irəliləyişlər baş verə bilər. Həmçinin bu dövr layihələrinizi daha mükəmməl şəkildə reallaşdırmağa çalışın. İntellektual bacarıqlarınızın ön plana çıxacağı bu zamanlarda yeni ideyalar və layihələr üçün əla imkanları yarana bilər. Maliyyə baxımından may ayında Dolça bürcünü üzləşə biləcək bəzi çətinliklər olsa da, ayın sonunda maliyyə vəziyyətiniz daha stabil hala gələcək. Ayın əvvəllərində xüsusən 1-10 may arasında maliyyə məsələlərində bəzi gözlənilməz xərclər və ya problemlər yarana bilər. Bu dövr xərclərinizi nəzarət altında saxlamağa çalışın və lazımsız risklərdən qaçın. Ayın ortasında 10-18 may arasında maliyyə vəziyyətinizdə müəyyən irəliləyişlər ola bilər. Daha əvvəl əldə etmədiyiniz gəlirləri əldə edə və ya borclarınızı azalda bilərsiniz. Həmçinin bu dövr yeni maliyyə planları qurmaq üçün də əlverişlidir. Maliyyə məsələlərində daha çox planlı və diqqətli olmağa çalışın. Ayın 18-dən sonra xüsusilə 25-30 may arasında maliyyə məsələlərində artım və stabil vəziyyət əldə edəcəksiniz. Bu dövr maliyyə investisiyaları və yeni biznes sahələrinə yönəlmək üçün əlverişli olacaq. Əvvəlki dövrlərdə üzləşdiyiniz problemlərin həll edilməsi ilə maliyyə vəziyyətiniz düzələcək. Sevgi həyatınızda may ayında müxtəlif dəyişikliklər gözlənilir. Ayın 1-10 may arasında münasibətlərinizdə biraz gərginlik və anlaşılmamazlıqlar ola bilər. Bu dövr emosional təzyiqlərlə mübarizə aparmalı və sevdiklərinizlə daha açıq ünsiyyət qurmağa çalışmalısınız. Əgər münasibətlərinizdə əvvəlki dövrlərdə həll olunmamış məsələlər varsa, bu dövr onları üzə çıxarda bilər. May ayının 10-18-i arası münasibətlərinizdə daha çox yaxınlıq və anlayış yaranacaq. Bu dövrdə sevgiliniz və həyat yoldaşınızla daha çox birgə vaxt keçirəcək. Aranızdakı münasibətləri gücləndirəcəksiniz. Duyğusal olaraq daha güclü hiss edəcək
və birlikdə yeni məqsədlərə çatmağa başlayacaqsınız. Subay Dolça bürcü üzvləri üçün may ayında çox maraqlı və romantik tanışlıqlar ola bilər. 7-15 may arasında sevgi həyatınızda yeni bir başlanğıc yaşaya bilərsiniz. Tanış olduğunuz bir insanla gələcəkdə ciddi münasibət başlama ehtimalı var. May ayında Dolça bürcünün xarici əlaqələri və səyahətləri daha da genişlənəcək. Ayın 1-10 may arasında xarici ölkələrə səfərlər və ya xarici əlaqələrlə bağlı yeni imkanlar meydana gələcək. Bu dövr xarici əlaqələrinizi daha da möhkəmləndirəcək və beynəlxalq sahələrdə yeni təcrübələr qazandıracaq. Ayın ortasında xüsusən 10-18 may arasında səyahətlərinizdə və xarici əlaqələrinizdə bəzi gözlənilməz dəyişikliklər ola bilər. Bəzi planlarınızın reallaşmaması və ya müəyyən gecikmələr yaşanması mümkündür. Bununla yanaşı bu dövr xarici işgüzar əlaqələr qurmaq və yeni bir iş təklifi almaq üçün əlverişlidir. Ayın 20-30 may arasında səyahət və xarici əlaqələr sahəsində daha böyük irəliləyişlər olacaq. Beynəlxalq sahədə yeni şanslar və perspektivlər meydana çıxacaq. Bu dövr həm də təhsil və şəxsi inkişaf sahəsində xarici ölkələrə səfərlər və yeni biliklər əldə etmək üçün əlverişli olacaq. Daxili həyatınızda may ayında emosional olaraq daha çox inkişaf edəcəksiniz. Ayın əvvəllərində xüsusilə 1-10 may arasında daxili narahatlıq və stres hissi arta bilər. Bu dövr özünüzlə barışaraq və ruh halınızı qoruyaraq keçirin. Duyğusal olaraq daha güclü hiss etməyə başlasanız, əvvəlki çətinliklərdən tamamilə uzaqlaşmaq üçün biraz daha zaman tələb oluna bilər. Ayın ortasında 10-18 may arasında daha rahat və pozitiv bir ruh halı əldə edəcəksiniz. Daxili sülh və balans tapmaq sizin üçün asanlaşacaq. Bu dövr həm də özünüzü daha çox kəşf etmək və şəxsi inkişafınızı sürətləndirmək üçün əlverişli olacaq. Ayın sonlarına doğru xüsusən 20-30 may arasında özünüzə qarşı daha müsbət və inamlı hiss etməyə başlayacaqsınız. Ruh halınızın daha yüksək olacağı bu dövrdə özünüzü daha güclü və daha enerjili hiss edəcəksiniz. Bu dövrün sonunda isə həyatınızdakı çətinliklərdən daha asanlıqla keçəcəyinizə inanacaqsınız. Balıqlar bürcü. May ayında balıqlar bürcü üçün həyatın müxtəlif sahələrində böyük emosional dəyişikliklər və inkişaflar olacaq. Bu ay həm şəxsi, həm də iş həyatınızda bəzi vacib qərarlar verəcəyiniz və yeni imkanlara açıq olacağınız bir dövr olacaq. May ayında balıqlar bürcünün karyerasında bəzi gözlənilməz inkişaflar və yeni təkliflər meydana gələcək. Ayın əvvəlində xüsusən 1-10 may arasında iş yerində bəzi müsbət dəyişikliklər və inkişaflar baş verəcək. Yeni layihələr və təkliflər gələcək və bu sizin karyeranızda yeni bir mərhələyə keçməyinizə səbəb olacaq. Ayın 1-5 may arasında peşəkar həyatınıza diqqət yetirmək və yeni imkanları dəyərləndirmək üçün yaxşı vaxtdır. Ayın ortasında 10-18 may arasında bəzi çətinliklər və ya anlaşılmazlıqlar yaşaya bilərsiniz. Müəyyən layihələr və ya tapşırıqlarla bağlı bəzi təzyiqlər hiss edə bilərsiniz. Amma bununla yanaşı öz bacarıqlarınıza güvənərək bu çətinlikləri aşmağı bacaracaqsınız. Bu dövr həm də işdə daha çox komanda işi və kollektiv əməkdaşlıq tələb edə bilər. Həmkarlarınızla əməkdaşlıq edərək daha böyük nəticələr əldə etmək mümkün olacaq. Ayın 18-25 may arasında işdə müəyyən yüksəlişlər və irəliləyişlər ola bilər. Bu dövrdə xüsusilə daha əvvəl etmədiyiniz vəzifələri yerinə yetirmək və rəhbərlikdən daha çox diqqət görmək ehtimalınız yüksəkdir. Həmçinin işinizlə bağlı yeni şanslar yaranacaq. Bu dövr yeni ideyalar və işgüzar əlaqələr qurmaq üçün çox əlverişli olacaq. May ayında balıqlar bürcünün maliyyə vəziyyəti sabitləşəcək. Bu sahədə irəliləyişlər olacaq. Ayın əvvəllərində xüsusən 1-10 may arasında maliyyə məsələlərində bəzi çətinliklər və gözlənilməz xərclər ortaya çıxa bilər. Bu dövr xərclərinizi nəzarət altında saxlamağa və lazımsız risklərdən qaçmağa diqqət etməlisiniz. Ayın ortasında 10-18 may arasında maliyyə məsələlərində müəyyən rahatlıq və müsbət dəyişikliklər olacaq. Yeni gəlir mənbələri və ya əlavə qazanc əldə etmək ehtimalınız yüksəkdir. Bu dövr yeni maliyyə planları qurmaq və büdcənizi daha yaxşı idarə etmək üçün yaxşı zamandır. Ayın sonlarına doğru xüsusən 20-30 may arasında maliyyə sahəsində böyük inkişaflar olacaq. Bu dövr daha əvvəl əldə etmədiyiniz gəlirlər əldə etmək və ya maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün çox əlverişlidir. Həmçinin gələcək üçün maliyyə investisiyaları və planlar qurmaq üçün mükəmməl bir dövr olacaq. Sevgi həyatınızda may ayında bəzi emosional çətinliklər və gözlənilməz hadisələr meydana çıxa bilər.
Ayın əvvəllərində xüsusən 1-10 may arasında münasibətlərinizdə gərginliklər və anlaşılmazlıqlar yaşanacaq. Bu dövrdə sevdiyiniz insanla daha açıq ünsiyyət qurmağa və hisslərinizi düzgün ifadə etməyə çalışmalısınız. Əgər münasibətinizdə əvvəllər həll edilməmiş məsələlər varsa, bu dövr onları üzə çıxara bilər. Ayın ortasında 10-18 may arasında münasibətlərinizdə daha çox yaxınlıq və anlayış yaranacaq. Bu dövrdə sevgiliniz və ya həyat yoldaşınızla daha çox birgə vaxt keçirmək və aranızdakı münasibətləri gücləndirəcəksiniz. Bu həm də münasibətlərinizə gələcəkdə daha ciddi addımlar atmaq üçün yaxşı vaxtdır. Subay balıqlar üçün may ayında romantik tanışlıqlar və yeni münasibətlər başlaya bilər. Xüsusilə 7-15 may arasında tanış olduğunuz bir insanla arasında ciddi münasibət yaranma ehtimalı var. Sevgi həyatınızda yeni bir başlanğıc və romantizm gözlənilir. Balıqlar bürcü üçün may ayında xarici əlaqələr və səyahətlər sahəsində bəzi gözlənilməz inkişaflar olacaq. Ayın əvvəlində, xüsusən 1-10 may arasında xarici ölkələrə səfərlər və ya xarici əlaqələrlə bağlı yeni imkanlar meydana çıxacaq. Bu dövr həm iş, həm də şəxsi həyatınızdakı əlaqələr üçün yaxşı dövrdür. Ayın ortasında 10-18 may arasında bəzi səfərləriniz və xarici əlaqələrinizdə çətinliklər yaşaya bilərsiniz. Bəzi planlarınızın gerçəkləşməməsi və ya təxirə salınması mümkündür, lakin bu dövr yeni işgüzar əlaqələr və beynəlxalq sahələrdə irəliləyişlər üçün əlverişlidir. Ayın 20-30 may arasında xarici əlaqələr və səyahətlər sahəsində daha böyük irəliləyişlər olacaq. Yeni tanışlıqlar və əlaqələr qurmaqla yanaşı, xarici ölkələrdə təhsil və ya işgüzar əlaqələr qurmaq üçün mükəmməl zaman olacaq. May ayında balıqlar bürcünün daxili həyatı daha çox emosional olacaq. Ayın əvvəllərində, xüsusən 1-10 may arasında ruh halınızda bir qədər narahatlıq və stres hiss edə bilərsiniz. Bu dövrdə özünüzü daha çox anlamağa və daxili sülhünüzü tapmağa çalışmalısınız. Daxili dünyanızda həll edilməmiş məsələlər varsa, onları üzə çıxarmaq və həll etmək üçün bu dövr çox əlverişlidir. Ayın ortasında 10-18 may arasında daha çox rahatlanma və özünüzlə barışma zamanıdır. Ruh halınızda yüksəliş və pozitiv düşüncə güclənəcək. Bu dövr özünüzü daha çox sevmək və daxili dünyanızda inkişaf etdirmək üçün çox əlverişlidir. Ayın sonlarına doğru, xüsusən 20-30 may arasında ruh halınızda böyük bir dəyişiklik olacaq. Daha müsbət və enerjili hiss edəcəksiniz. Həyatda yeni məqsədlər qoymaq və şəxsi inkişafınız üzərində daha çox işləmək istəyəcəksiniz. Bu dövr həm də daxili dünyanızı daha yaxşı başa düşmək və özünüzü daha inamlı hiss etmək üçün mükəmməl zaman olacaq.